Hər kəs salam, arzulayıram ki, yaxşısınız. Mən astroloq Hacı Rəşad və gəlin görək bürcləri oktyabr ayında nələr gözləyir, hansı enerjilər, hansı göy hadisələri var. İlk olaraq oktyabr ayında nələr olacaq? Merkuri Əqrəb bürcünə keçəcək. Ayın 6-sı baş verəcək olan bu göy hadisəsi ağlımızı, zəkamızı kəskinləşdirəcək. İstəklərimizi, arzularımıza gedərkən beynimizə daha yaxşı istifadə edəcəyik. Biraz daha dərindən və biraz da sinsi bir zehində olacaq. Daha planlı olmağa meyilli olacaq. Oktyabrın 7-si isə Qoç bürcündə bir dolunay olacaq. Bu dolunay həyat enerjimizi yüksəldəcək. Ümumiyyətlə oktyabrın əvvəlində olan periodda, yəni oktyabrın əvvəli ilk 15 günündə daha cəsarətli olacaq, sözümüzü açıq-açıq deyəcəyik. Bəzən Merkur Əqrəbdə olacaq deyə biraz daha gizli-gizli gedəcəyik, amma genel olaraq oktyabrın ilk 15 günündə enerjimiz yüksək olacaq, həyat sevincimiz yüksək olacaq, motivasiyamız yüksək olacaq, daha gərgin ola bilərik, əsəbləşib dava-dalaşa daha meyilli ola bilərik, əyləncəyə, zövqə və seksuallığa daha maraq duya bilərik. Və bundan əlavə olaraq da ayın 14-ü Venera tərəziyə keçir. Mükəmməl bir göy hadisəsidir. Venera tərəzini çox sevir və Venera tərəzidə olanda sevgi, eşq enerjisi zirvəyə qalxır. Ayın 14-ü Venera tərəziyə keçəcək və bütün oktyabr boyu da tərəzidə qalacaq. Bu dönəmdə həyatımıza yeni sevgilər gələ bilər. Eşq həyatımız canlana bilər. Ortalıq işlərdən yana uğurlar, şanslar bizdə bir yerdə ola bilər. Venera tərəzidə olanda estetik əməliyyatlara daha meyilli oluruq və estetik əməliyyatlar və gözəllik estetika ilə bağlı hər bir şeydə daha uğurluyuq. Dediyim kimi ayın 14-ü keçəcək. Ondan sonra ayın 14-dən də Plüton retrosu qutarır. Yəni bu bəzi karmik enerjilərin yüngülləşməyinə və bəzi ağır enerjilərinin rahatlamağına səbəb olacaq. Ayın 21-i isə Tərəzi bürcündə yeni ay olacaq. Bu da sevgi, eşq, ikili münasibətlərinin enerjisini zirvəyə qaldırır. Belə başa düşürük ki, oktyabr ayı bol-bol sevginin, eşqin, mən və biz deyə bilmənin enerjisidir. Yəni ki, oktyabrda həm bir tərəfdən özümüzü düşünəcəyik, çünki Qoç bürcü enerjisi də yüksək olacaq. Özümüz haqqında qərarlar verə bilərik, həm də münasibətlərimizlə bağlı önəmli qərarlar verə bilərik. Və tərəzi enerjisinin bu qədər yüksək olmağı həm də ədalət və ilahi karman enerjisinin çox daha kəskin işləyəcəyini bizə göstərir. Yəni ki, oktyabr ayında ədalət öz yerini tapacaq. Ədaləti aşan ya da belə deyək, karma yaradan heç bir situasiya cavabsız qalmayacaq, belə deyək. Sadəcə oktyabrda yox, ümumiyyətlə 2025-də belə bir enerjisi var və son olaraq Neptun balığa geri qayıdır, Merkuri oxatana keçir. Neptunun balığa qayıtmağı ruhani enerjini çox artıracaq. Oktyabrdan sonraki dövrdə ruhani mənəvi enerji inanılmaz dərəcədə güclü olacaq. Yuxular, 6-cı hisslər hamısı bir üst səviyyəyə qalxacaq və Merkurinin oxatana keçməyi isə oktyabrın 29-undan sonra daha əyləncəli, şən və zövqlü enerjilərə keçəcəyimizi bizə göstərir. Bəs yaxşı, gəlin baxaq görək bürcləri nələr gözləyir, oktyabr ayı hansı bürcə nə gətirəcək. Çalışın ki, əsasən yüksələn bürcünüzə birinci növbədə qulaq asın. Qoçlar və xüsusən yüksələn bürcü Qoç olanlar, gəlin görək oktyabr ayında sizi nələr gözləyir. Əziz Qoç bürcüləri, birinci evinizdə böyük bir dolunayınız var. Birinci evinizdə olacaq olan bu dolunay xarici görünüşünüzlə bağlı nələrsə dəyişdirməyinizə səbəb ola bilər. Oktyabr ayında siz nəyiniz, hansısa bir görünüşünüzdə nələrsə dəyişdirə bilərsiniz. Bəziləriniz əməliyyatla, bəziləriniz sadəcə, yəni bəziləri makyajla, bəziləri geyimlə, bəziləri saç düzümü ilə, bəziləri seçimləri ilə, qərarları ilə bağlı, yəni özü ilə bağlı bir dəyişim yaşayacaqsınız və bundan əlavə oktyabrda 7-ci evinizdə bir Venera olacaq. Sevgi cəhətdən oktябr ayında çox şanslısınız. Həm 7-ci evinizdə Venera olacaq, həm 7-ci evinizdə yeni ay olacaq. Bu deməkdir ki, oktyabr ayında ikili münasibət, hər cür münasibət, evlilik, sevgi münasibəti kimi mövzular gündəmə gələcək. Aranızda evlilik yolunda irəliləyənlər varsa, münasibətləri ilə bağlı netləşmə yaşaya bilərlər. Subaylar varsa, sevgiyə, eşqə başlaya bilərlər və ya aranızda evliliklər varsa, evliliklərində çox huzurlu, gözəl, möhtəşəm bir dönəmə girə bilərlər. Və bundan əlavə oktyabr ayında 7-ci evinizdə olacaq olan yeni ay ortaqlı işlərə girmək istəyənlər üçün də inanılmaz potensiallıdır, gözəl uğurlu, potensiallı ortaqlı işləri gətirə bilər. Oktyabrda 12-ci evinizdə Neptun geri qayıdır. 6-cı hissləriniz dəhşətli dərəcədə güclənəcək, yuxularınızda inanılmaz xəbərlər ala bilərsiniz. Şəfa kanallığınız, şəfa enerjiniz çox güclü işləyəcək. Oktyabrın axırlarına doğru ki dönəmdə edəcəyiniz rituallar və ruhani praktikalar normaldan daha güclü işləyəcək. Və 9-cu evinizdə Merkuri keçir, təhsil alanların zəkası daha kəskinləşəcək, daha rahat bir şəkildə təhsillərini alacaq və bəzi insanlar bəlkə də ölkə xarici səyahət edəcək.
Sırf öz bürcü Qoç olanlar, sizə də demək istədiyim bəzi sözlərim var. Öz bürcü Qoç olanlar oktyabr ayı çox gözəl bir ayda gözəl, müjdəli və xoş enerjilər sizlə bir yerdə olacaq. Yəni olaraq həyatdan zövq alacaqsınız, sanki küllərinizdən doğulacaqsınız, həyat sevinciniz yüksələcək, mutlu, gözəl enerjilərlə ahəngdə olacaqsınız və bundan əlavə olaraq həll olunmasını istədiyiniz bir məsələniz varsa, bu məsələ həll ola bilər. Xüsusən bir arzunuz, bir xəyalınız zirvəsinə doğru gəlib çıxa bilər. 1-ci oktyabrda biraz belə bir hissəsində belə üzgün, depressiv ya da sanki istədiyiniz olmamış kimi hiss edə bilərsiniz, amma sonra bu enerjinin düz olmadığını və əslində sizin xeyrinizə bir çox şeylərin olduğunu başa düşəcəksiniz. Yəni oktyabr ayı xəyallarınızın gerçəkləşdiyi, diləklərinizin real olduğu, güclü avtoritet kişi fiqurlarından bəlkə dəstək aldığınız bu müdür, ata ya da bəziləriniz üçün həyat yoldaşı kimi obrazlardan dəstək alacağınız, sadəcə bir dönəm biraz depressiv, üzgün olacağınız, amma onda da həll yolunun düz yanınızda olacağı, sadəcə baxış bucağınızı dəyişdirərək həll yolunu görəcəyiniz bir dönəmdir. Arzulayıram ki, oktyabr ayı ən yüksək xeyrinizə xidmət eləyər qoçlar və yüksələn qoçlar. Videonu bəyənib, ürəyiniz istəyirsə komment yazmağı və digər qoç bürcləri ilə bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Buğalar və xüsusən də yüksələn bürcü buğa olanlar, gəlin görək oktyabr ayında sizi nələr gözləyir. Əziz buğa bürcüləri, oktyabr ayında 12-ci evinizdə olacaq olan dolunay sizi oktyabrın birinci hissəsində əvvəllərində biraz içə qapanıq və depressiv hiss elətdirə bilər, lakin bu müvəqqəti bir enerjidir və keçib gedəcək. Oktyabrın ilk zamanlarında o belə biraz duyğusallıq, biraz həssaslıq olacaq, gizli qalmış, bağlı qalmış mövzular bəlkə də açılacaq. Kim dostunuzdur, kim düşməninizə daha yaxşı başa düşəcəksiniz və qaranlıqda qalan gizli düşmənlikləriniz varsa, bunlar gün üzünə çıxacaq. Bunun əlavə olaraq da etdiyiniz rituallar, ruhani praktikalar, enerji çalışmaları oktyabr ayında ekstra güclü işləyəcək. Oktyabrda 6-cı evinizdə olacaq olan Venera iş həyatına yana sizə şans gətirə bilər, iş həyatında uğurlar qazana bilərsiniz. Sağlamlıq, iş həyatı, günlük rutinlər, ev heyvanları kimi mövzulardan yana oktyabr ayında şanslı və gözəl enerjilər sizlə bir yerdədir. Böyrəklərinizə qarşı biraz diqqətli olun, qadınlar xüsusən ginekoloji bölgələrinə qarşı biraz daha diqqətli olsun. Sağlamlıqla bağlı, yəni daha doğrusu ginekoloji xəstəliklərə qarşı biraz diqqətli olsun. Demirəm nəsə pis bir şey olar, sadəcə yəni ehtiyatlı olun. Bu qədər yəni, amma belə təhlükəli problem bir şey yoxdur. Bir də mədəyə qarşı da biraz ehtiyatlı olun. Yəni sağlamlığınız biraz həssasdır, amma həm də gözəl enerjilər də var. 6-cı evinizdə olacaq olan yeni ayda bəlkə də iş həyatında bir dəyişim, yeni bir işə girmək, diyetə başlamaq və ya günlük rutinlərinizdə bir dəyişim və ya ev heyvanı almaq mənasına gələ bilər, ya da iş həyatında bir dəyişim yarada bilər. 11-ci evinizdə olacaq olan Neptunsa ruhani, spiritual dostluqlarınızı artıracaq. Xüsusən oktyabrın sonundan sonraki dönəmdə həyatınıza daha ruhani, daha mənəvi, enerjisi yüksək ya da sənətlə maraqlanan insanlar girə bilər. Yəni ki, oktyabr ayında gözəl, iddialı və sizin üçün potensialı biraz duyğusal, biraz həssas hiss eləyəcəyiniz, biraz bəzən dönəm-dönəm içinizə qapanacağınız, amma yenə də gözəl enerjilər var. Bəs sırf öz bürcü buğa olanlar, görək sizdə nələr var. Sırf öz bürcü buğa olanlar öz enerjinizi güclü bir şəkildə daşıyacaqsınız oktyabr ayında. Tam bir buğa bürcü kimi olacaqsınız, güclü, belə sağlam və əmin olub, güvənib hərəkətə keçən, yəni təmkinli enerjiniz çox yüksək olacaq. Oktyabr ayında güclü qadın və ya güclü kişi fiqurlarından yana dəstəklər ala bilərsiniz. Dini enerji çox yüksəkdir, ruhani enerji çox yüksəkdir. Ona görə bol-bol dualar və energetik praktikalar etməyinizi məsləhət görürəm. Yuxulardan bol-bol xəbərlər ala bilərsiniz. Yaşca böyük bir qadının və ya kişinin məsləhəti həyatınızda işıq tuta bilər. Biraz durağan və sakit dönəmdə ola bilər, bəzi mövzularla əlaqədar, xüsusən həyatınızda aktual olan. Amma narahat olmayın, bunlar müvəqqətidir. Sadəcə diqqətli olun ki, pis, negativ oyunların içinə girməyəsiniz. Yəni biri, hər hansı bir pis niyyətli insan öz dünyasıca sizin arxanızca danışırsa ya da başqa bir negativlik yayırsa fiziki olaraq, siz çalışın ki, yəni o insanın səviyyəsinə düşməyin. Ehtiyatlı olun ki, etik olmayan savaşların içinə girməyin. Sizə məsləhətim budur. Arzulayıram ki, möhtəşəm bir ay olar sizin üçün buğalar. Sevgi və işıqla qalın. Videomu bəyəndisə bəyənməyi, komment yazmağı və digər buğa bürcülərinə bölüşməyi unutmayın. Əkizlər və xüsusən yüksələn bürcü əkizlər olanlar, gəlin görək oktyabr ayında sizi nələr gözləyir. Əziz əkizlər bürcüləri, oktyabr ayında 11-ci evinizdə olacaq dolunay sosial çevrənizdə parıldamağınıza səbəb ola bilər. Əl üstünə tutulacaqsınız, daha çox seviləcəksiniz və ümumiyyətlə dostlarınız, sosial çevrəniz sizi sevəcək, sizi dəstəkləyəcək, ətrafınızda fırlanacaq. Bundan əlavə xəyallarınız, arzularınıza gedən yolda qapılar sizin üçün daha açıq ola bilər.
xəyallarınız, arzularınız və uzun müddətli hədəfləriniz və karyeradan gələn qazanc mövzuları oktyabr ayında bol-bol gündəmə gələ bilər. Oktyabrda 5-ci evinizdə olacaq olan Venera sevgi, eşq mövzularını canlandıracaq. Həyatınıza yeni flört, yeni sevgi, eşq gələ bilər. Evlisinizsə uşaq və ya evliliklə, uşaqla heç bir əlaqəniz yoxdursa da, ya yeni bir sevgiyə başlama, flörtə başlama, ya da yeni bir hobiyə başlama, öz bacarıqlarınızı kəşf etmə, sənətin hər hansı bir qoluna yönəlmə, həyatdan zövq alma, həzz alma və ya seksuallıq olaraq özünü göstərə bilər. 5-ci evinizdə olacaq olan yeni ayda ilə bu mövzularla bağlı bir başlanğıcın müjdəçisidir. Bu hobiləriniz, sevgi, eşq kimi mövzuları ya da uşaq mövzuları ya da bacarıqlarınızla bağlı yeni bir başlanğıcın olmaq mənasına gəlir. Subaylar üçün daha çox yeni sevgi, evlilər üçünsə daha çox uşaq potensiallıdır. 10-cu evinizə keçəcək olan Neptunsa karyera yolunuzda ruhani bacarıqlarınızı ön plana çıxardacaq. Xüsusən oktyabr ayının sonlarına doğru və ondan sonraki periodda karyeranızla bağlı edəcəyiniz ruhani, spiritual praktikalar daha yaxşı işləyəcək. Enerjiniz karyeradan yana daha güclü olacaq. Bu, həm də karyera iş həyatında bəzi qarışıq, bəlirsiz enerjiləri də göstərə bilər. Yəni, ya enerji göndərib keçən şeylər yaradacaqsınız, ya da bəzi xəyal qırıqlıqları və ya aldadılmalarla oktyabr və oktyabrdan sonraki dövrdə qarşılaşa bilərsiniz. Ona görə də pozitiv enerjidə qalmağınız və yaxşı şeylər yaratmağınız önəmlidir. Oktyabr ayında, yəni ki, çox gözəldir, şanslıdır və sizin üçün olduqca uğurludur oktyabr ayı. Bəs yaxşı, sırf öz bürcə əkizləri olanlar, gəlin görə oktyabr ayında sizdə hansı enerjilər var? Öz bürcə əkizləri olanlar həyatınızda sürətli gelişmələr olacaq, hədəfləriniz, arzularınıza doğru sürətlə gedə bilərsiniz. Birdən çox mövzuya eyni anda yönələ bilərsiniz, eyni anda birdən çox mövzunu idarə edə bilərsiniz. Sevgi, eşq enerjisi yüksələcək. Xaricə getmək, gəzmək, səyahət etmək ya da arzularınızın, hədəflərinizin bir anda gerçəkləşməsi kimi enerjilər özünü göstərə bilər. Ana fiqurunuz ön plana gələ bilər ya da həyatınızdakı xərçəng, rəbb, balıq burcu ya da duygusal, spiritual, ruhani bir qadın fiquru varsa, belə bir qadın həyatınızda daha aktual olacaq, ön planda olacaq. Diləklərinizə, arzularınızı çox daha yaxınlaşacaqsınız. Tam çatarsınızmı, açıq, tam əmin deyiləm, amma çox belə ucuna qədər çata bilərsiniz. Bəlkə də ondan sonraki periodda direkt elə diləkləriniz tamamilə %100 gerçəkləşər. Lakin müjdəli və gözəl enerjilər sizi gözləyir əkizlər. Sevgi və işıqla qalın. Videomu bəyəndisə bəyənməyi, komment yazmağı və digər əkizlər bürcülərindən bölüşməyi də unutmayın. Əziz xərçəng bürcüləri və xüsusən yüksələn bürcü xərçəng olanlar, gəlin görək oktyabr ayında sizi nələr gözləyir. Əziz xərçəng bürcüləri, oktyabr ayında 10-cu evinizdə olacaq olan dolunay karyera həyatınızda dəyişim küləkləri əstirəcək. İş həyatında yeni bir başlanğıc yaşamağınız ya da iş həyatının, karyeranın gündəmə gəlməyi, iş dəyişikliyi, işdə yüksəlmə kimi bir neçə mənada özünü göstərə bilər karmavızdan asılı olaraq. Lakin bildiyim şey odur ki, karyeranız və ya statusunuz son dərəcədə ön plana çıxacaq. Ailə böyükləri də ön plana çıxa bilər. 4-cü evinizdə olacaq olan Venera və yeni ay ailə, ev, yuva mövzularını gündəmə gətirəcək. Yeni bir ev alma, yeni bir yerə köçmə ya da ailə ilə bağlı yeni bir başlanğıc və ya evdə, ailədə hüzurlu, gözəl günlərin başlamağı kimi mövzular özünü göstərə bilər. Lakin ehtiyatlı olun, evdə, ailədə qarışqanı fil etməyin, abartılı dramatik reaksiyalar verməyin. Lakin evinizi dekorasiya etmək istəyirsinizsə, ev almaq istəyirsinizsə, ailə qurmaq istəyirsinizsə, olduqca potensialı güclü ailə, yuva enerjiləri sizdə bir yerdədir. 9-cu evinizə keçəcək olan Neptun ruhaniliyinizi artıracaq, daha mənəvi, daha spiritual olacaqsınız, daha ruhani bir bilincə, şuura keçəcəksiniz və enerjinizi daha yaxşı istifadə edə biləcəksiniz. Həyat fəlsəfəniz daha spiritual, daha ruhani olaraq dəyişəcək və transformasiya edəcək əziz xərçəng bürcüləri. Bəs sırf öz bürcü xərçəng olanlar, gəlin görək sizdə nələr var. Sırf öz bürcü xərçəng olanlar, siz də bu dönəm ərzində biraz, belə deyək, məsafə qoyacaqsınız. Birincisi, hamının hər şeyin gəlib sizə dəyib toxunmağına icazə verməyəcəksiniz. Keçmişdə ki təcrübələrinizdən dərs alacaqsınız və yeri gələndə məsafə qoymağı biləcəksiniz. Bu ayda, yəni oktyabrda çox böyük bir fürsət və şans gəlib sizə tapa bilər. Sanki türklər demiş, bir talih quşu qona bilər çiyninizə və bu inanılmaz böyük bir fürsət, böyük bir şans, bolluq, bərəkət ya da başqa müjdəli, gözəl bir enerji ola bilər. Dövlət işləri ilə bağlı ya da avtoritet fiqurlarla ya da güclü kişi fiqurları ilə bağlı və ya ata ilə əlaqədar önəmli mövzular varsa, bəlkə də bu mövzularda da şans sizlə bir yerdə ola bilər. Olduqca uğurlu, sağlam və güclü enerjilər sizlə bir yerdədir. Son dərəcədə köklənən və güclü enerjini
oktyabr ayında daşıyacaqsınız əziz xərçənglər. Arzulayıram ki, öyrəndiyiniz məlumatlar ən yüksək xeyrinizə xidmət edir. Videonu bəyəndinizsə bəyənməyi, komment yazmağı və digər xərçəng bürcü dostlarımızla bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz şir bürcüləri və xüsusən də yüksələn bürcü şir olanlar, gəlin görə oktyabr ayında sizi nələr gözləyir. Əziz şir bürcüləri, oktyabr ayında 9-cu evinizdə olacaq olan dolunay, xaricə getmək, gəzmək, səyahət eləmək və ya yeni bir təlim, təhsil almaq, mənəvi ruhani olaraq inkişaf eləmək, təhsil mövzularında bir tamamlanma yaşamaq, din, mənəviyyat, ruhani mövzularda tamamlanmalar yaşamağınıza səbəb ola bilər. Bu dönəmdə ola bilər ki, xaricə gedəsiniz, gəzəsiniz, səyahətlər edəsiniz və ya ola bilər ki, bu dönəmdə yeni inancınızla bağlı yeni fərqindəliklər qazanasınız və ya təhsil həyatınızdan əlaqədar. Yəni olduqca gözəl və şanslı enerjilər sizdə bir yerdədir. 3-cü evinizə keçəcək olan Venera yaxın çevrə, qohum, əqrəbə, qonşular, qardaş bacı kimi insanlardan yana dəstək alacağınızı göstərir. Xüsusən bu insanlarda ən çox qohumlarınızda və ya yaxın çevrənizdə qadınlardan yana oktyabr ayında daha çox dəstək gördüyünüzü görə bilərsiniz, izləyə bilərsiniz. 3-cü evinizdə olacaq olan yeni ayda yaxın yol səyahətləri etməyinizə, yenə özünüzü inkişaf elətdirməyinizə və bəlkə yepyeni bir şeyi öyrənməyə başlamağınıza səbəb ola bilər. Ümumiyyətlə, oktyabr ayında son dərəcədə biliksiniz və özünüzü bol-bol inkişaf elətdirirsiniz. 8-ci evinizə keçən Neptun ruhani bacarıqlarınızı zirvəyə qaldıracaq, edəcəyiniz rituallar, praktikalar çox daha güclü işləyəcək. Lakin borc, kredit kimi mövzulardan yana xəyal qırıqlıqları yaşamağa və ya aldadılmağa, ya da həyat yoldaşının maddi qazancından yana aldadılmalara, ya da hər hansı bir şəkildə pulla bağlı aldadılmaya daha meyilli olacaqsınız. Ehtiyatlı olun. Bu sadəcə oktyabra yox, oktyabrdan sonraki perioda aiddir. Ona görə də gözünüz açıq olsun. Bundan əlavə olaraq deyəcəyim şey odur ki, şir bürcüləri, oktyabrdan zövq alacaqsınız, həzz alacaqsınız, əylənəcəyiniz, belə çox da vecibizə almayacağınız həyatı daha belə şir bürcü kimi yaşayacağınız bir dönəmdir. Bəs yaxşı, sırf öz bürcü şir olanlar sizə nə deyə bilərəm? Öz bürcü şir olanlar, siz çalışın ki, oyanıq olun, gözünüz açıq olsun. Sabahınızı düşünün, necə gəldi, nə gəldi etməyin. Bundan əlavə olaraq sevgi, eşq mövzuları ilə bağlı bir başlanğıc, hərəkətlənmə, canlanma ya da sevgi mövzularının gündəmə gəlməyi oktyabr ayında sizin enerjinizdə gözləniləndir. Lakin oktyabr ayında yalan, ikiyüzlülük, saxtakarlıq, fırıldaqçılıq kimi bir enerji də var şir bürcüləri üçün. Ona görə həm astroloji olaraq, həm digər energetik metodlarla gördüyüm qədərilə biraz ehtiyatlı olmalısınız. Nə siz heç kəsi aldatmayın, yalan danışmayın, nə də sizi aldatmaqlarına, sizə yalan danışmaqlarına çalışın ki, çox daha imkan yaratmayın. Bunun xaricində şanslı və gözəl enerjilər sizlə bir yerdədir. Bir daha bu dediyim şeyə diqqət edəsəz, qalanları da həll olar. Arzulayıram ki, öyrəndiyiniz məlumatlar ən yüksək xeyrinizə xidmət eləyər. Videonu bəyəndinizsə bəyənməyi, komment yazmağı və digər şir bürcü dostlarınızla bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz qız bürcüləri və xüsusən də yüksələn bürcü qız olanlar, gəlin görək oktyabr ayında sizi nələr gözləyir. Əziz qız bürcüləri, oktyabrda 8-ci evinizdə olacaq olan dolunay, ortaqlıqdan gələn qazanc, həyat yoldaşının maddi durumu, borc, kredit kimi mövzuları gündəmə gətirə bilər və bu mövzularla bağlı həll olmayan mövzular varsa həll ola bilər. Evlisinizsə yoldaşınızın qazancı ilə bağlı hərəkətlənmələr ola bilər. Hər hansı bir borc, kredit götürmüşsə bu mövzular aktual ola bilər. Ya da ortaqlıq işiniz varsa həmin qazanc aktual ola bilər. Karmamızdan asılı olaraq pozitiv və ya negativ bir şəkildə aktual olacağını demək mümkündür. Lakin oktyabrda 2-ci evinizə keçəcək olan Venera və 2-ci evinizdə olacaq olan yeni ay maddi mövzuları və öz qazancınız mövzularını da gündəmə gətirəcək. Oktyabr ayında son dərəcədə bərəkətlisiniz. Oktyabr ayında bolluq və bərəkət, xüsusən də oktyabrın ortalarından sonra təxminən bolluq və bərəkət sizdə bir yerdə olacaq. Pulun keyfini çıxardacaqsınız, özünüzə daha çox dəyər verəcəksiniz. Gözlədiyiniz bir pul varsa gələ bilər. Gözəlliyə, estetikaya, qadınlar daha çox gözəlliyə, estetikaya, kişilərsə daha çox qadınlara pul xərcləyə bilər bu dönəmdə. Xüsusən dediyim, yəni qız bürcünün kişiləri və qadınlarına aiddir bu. Və 2-ci evinizə keçəcək olan Venera həyatdan zövq almağınıza və həyatın bərəkətinin keyfini çıxartmağınıza səbəb verə bilər. 2-ci evinizdə olacaq olan yeni ayda pulla bağlı yeni qapıların açılmağı və ya karmamız varsa pulun çıxmağı mənasına gəlir. Amma hər bir yolda 2-ci evdəki Venera sizə bolluq, bərəkət gətirəcək, ona görə rahat olun. Ki pul karmamızdan asılı olaraq ya çıxacaq, ya gələcək.
Yəni ona görə ikinci ev Venera stabildir, o heç. Yəni ümumiyyətlə oktyabr çox bərəkətlidir. Amma belə ekstra bərəkətli ola bilər ya da orta bərəkətli ola bilər. Bu sizin karmavızdan asılı olaraq özünüz yaşayıb görəcəksiniz. 7-ci evinizə keçəcək olan Neptunsa spiritual, ruhani mövzuların evlilik və ciddi münasibətlərə yansıyacağını göstərir. Subay olanlar bəlkə də yuxularında evlənəcəkləri insanı görə bilərlər ya da içlərində nəsə hisslər də ola bilər və ümumiyyətlə evlilik, ikili münasibətlərdən yana biraz bəlirsizliklərin olacağı bir dönəmdir. Oktyabr və oktyabrdan sonraki bir dönəmlik period. Bəs yaxşı, əziz qız bürcləri, sırf öz bürcü qız olanlar, sizə də deyəcəyim bəzi sözlərim var. Sırf öz bürcü qız olanlar oktyabr ayı həyatınızda diləkləriniz, arzularınızla bağlı yeni başlanğıclara başlaya biləcəyiniz və uzun müddətdə sizə xəyallarınızı, arzularınızı gətirəcək toxumlar əkə biləcəyiniz bir dönəmdir. Yəni oktyabr ayında həm istəkləriniz, arzularınız, həm xəyallarınızla bağlı bəlkə də qapılar, bəlkə də addımlar atıla bilər, qapılar açıla bilər, toxumlar əkilə bilər və uzun müddətdə diləklərinizi sizə gətirə bilər. Oktyabrın bir dənə belə xaotik bir dönəmi olacaq, gərgin, çətin bir dönəmi olacaq. Amma bu dönəmi də sevgi və işıqla düşünürəm və inanıram ki, atlatacaqsınız. Bir də belə zor bir dönəmdə olacaq, xırda bir şəkildə, gərgin ya da. Amma narahat olmayın. Bunlar da həll olar, keçər və nə olursa hər şey sizin ən yüksək xeyrinizə olacaq. Əgər videomu bəyənirsə bəyənməyi, komment yazmağı və digər qız bürcüləri ilə bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz tərəzilər və xüsusən yüksələn bürcü tərəzi olanlar, gəlin görə oktyabr ayında sizi nələr gözləyir. Əziz tərəzi bürcüləri, oktyabr ayında 7-ci evinizdə olacaq olan dolunay ikili münasibətləri gündəmə gətirə bilər. Ciddi münasibət, ikili münasibət, evlilik, ortaqlıq işlər, bu tərz mövzular bol-bol gündəmə gələ bilər. Bəziləriniz yeni münasibətə başlaya bilər, bəziləriniz münasibətini bitirə bilər və ya evliliyinizdəki indiyə qədər danışılmayan və qaranlıqda qalan bəzi mövzular gündəmə gələ bilər və böyük tamamlanmalar münasibətlərlə bağlı yaşana bilər. Oktyabr ayında 1-ci evinizə Venera keçəcək. Tərəzi bürcləri hər zamankindən də gözəl, yaraşıqlı, çəkici və bərəkətli olacaqsınız. Həm xarici görünüşünüz qəşəngləşəcək, çox qəşəng görsənəcəksiniz. Fərq yoxdur, qadın ya da kişi. Qadınların qadın enerjisi zirvəyə qalxacaq, kişilərin qadınlarla münasibəti gözəlləşəcək, qadınların da kişilərlə münasibəti düzələcək. Yəni oktyabr ayında həm bolluq və bərəkət enerjisi sizdən bir yerdə olacaq, həm sevgi enerjisi sizdən bir yerdə olacaq, həm də çəkicilik, cazibə enerjisi sizdən bir yerdə olacaq. Xüsusən də oktyabrın əvvəlləri və ortasından sonra təxminən və oktyabr ayında 1-ci evinizdə olacaq olan yeni ay özünüzlə, görünüşünüzlə bağlı yeni bir başlanğıca başlamağınıza səbəb ola bilər. Nələrsə özünüzdə dəyişdirə bilərsiniz, görünüşünüzdə nələrsə dəyişdirə bilərsiniz. Bəziləriniz bəlkə də estetik bir şeyin içinə girəcək, estetik əməliyyat və ya başqa bir şey, kosmetoloji bir proses ya da geyiminizlə bağlı, seçimlərinizlə bağlı dəyişimlər yaşaya bilərsiniz. 6-cı evinizə keçəcək olan oktyabrdan sonraki Neptun iş həyatında biraz bəlirsizliklərə səbəb ola bilər bir dönəm. Sağlamlıq cəhətdən də zəhərləmələrə qarşı ehtiyatlı olun. Çalışın ki, problemli bilmədiyiniz yeməkləri yeməyin ya da köhnəlmiş şeylərdən uzaq durun bir dönəm. Sadəcə oktyabrda yox, oktyabrda, noyabrda, dekabrda falan, yəni ehtiyatlı olun da, riskə girməyin. Demirəm bir şey olar, pis bir şey, sadəcə siz riskə girməyin də, bu qədər. Bundan əlavə olaraq öz bürcü tərəzi olanlar, gəlin görək sizdə nələr var. Öz bürcü tərəzi olanlar oktyabr ayında uğurlu və gözəl enerjilər sizdən bir yerdədir. Alqış ala bilərsiniz, əl üstünə tutula bilərsiniz, gələcəyinizlə bağlı, uzun müddətli arzularınızla bağlı addımlar ata bilərsiniz, önəmli və vacib qərarlar verə bilərsiniz. Lakin biraz daha əliniz bərk və biraz daha simic bir enerjidə olmağa nisbətən meyillisiniz ya da əlinizdə olan bəzi şeyləri itirmə qorxusu yaşaya bilərsiniz. Amma bu sizlə əlaqədardır. Əslində son dərəcədə uğurlu və gələcəklə bağlı uzun müddətli qərarlar verə biləcəyiniz potensial bir aya oxşuyur, oktyabr ayı. Əziz tərəzilər və yüksələn tərəzilər, gördüyümüz qədərindən enerjilər olduqca gözəldir. Videonu bəyəndinizsə bəyənməyi, komment yazmağı və digər tərəzi bürcü dostlarınızla bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz əqrəblər və xüsusən yüksələn bürcü əqrəb olanlar, gəlin görə oktyabr ayında sizi nələr gözləyir. Əziz əqrəb bürcüləri, oktyabr ayında 6-cı evinizdə baş verəcək olan dolunay iş həyatınızı gündəmə gətirə bilər. İş həyatı, sağlamlıq, günlük rutinlər,
ev heyvanları kimi mövzular, bu mövzulardan biri ya da bir neçəsi gündəmə gələ bilər. İş həyatınızda bəlkə bir şeylər dəyişə bilər. Sağlamlıqdan yəni biraz ehtiyatlı olun. Ürək bulantıları, baş ağrıları, əzələ ağrıları kimi, yəni mədə ağrıları ən yüksək ehtimaldır bu arada. Bunlara qarşı biraz daha diqqətli olun, çalışın ki, nə yeyib içdiyinizə diqqət edin. Amma dediyim kimi iş həyatında da bəzilərinizdə dəyişimlər və ya diyet saxlamaq kimi mövzularda dəyişimlər ola bilər. 12-ci evinizdə olacaq olan Venerasa sevgi, eşq mövzularından yana açığı çox da yaxşı enerji deyil. Ona görə oktyabr ayında sizə sevgidən yana wow, elə belə bir şey deyə bilməyəcəm. Oktyabr keçsin, qutarsın, sizin üçün sevgi mövzuları daha yaxşı olacaq. Amma oktyabr ümumiyyətlə köhnə mövzuları, köhnə sevgiləri və depressiv ruh halına gətirə bilər. Amma diləkləriniz daha tez gerçəkləşə bilər, dualarınız daha tez qəbul ola bilər və ilahi olaraq daha güclü qorunduğunuzu hiss edə bilərsiniz. 12-ci evinizdə olacaq olan yeni ay isə ruhani, spiritual mövzularda yeni başlanğıclar yaşamanıza, şəfalanmanıza səbəb ola bilər. Bəlkə bəzi ruhani mövzularda ekstra bacarığınızın olduğunu kəşf edə bilərsiniz. Ya da qeyri-adi yuxulardan xəbərlər ala bilərsiniz. Ya da içinizdə qeyri-adi hisslər də ola bilər. Biraz duyğusal, biraz depressiv hiss edə bilərsiniz. 5-ci evinizdə olacaq olan Neptunsa sənət sahəsində çox istedadlı olacağınızı bizə göstərir. Ümumiyyətlə yeni bir spiritual hobi edinmək üçün, yəni oktyabr ayı mən sizə məsləhətim odur ki, spiritual mövzular, spiritual hobilərə, spiritual olaraq sizə maraqlı olan şeylərə yönəlin. Çox potensiallı enerjidir. Qalan mövzularda biraz belə iş mövzuları gündəmə gəlir. Yəni bu şəkildə sevgi biraz belə o yan bu yan. Amma narahat olmayın. Xüsusən sevgi ilə bağlı pis bir şey də yoxdur. Demək olar ki. Yəni zarafat edirəm, vaxt o qədərdir. Və bundan əlavə olaraq əziz əqrəb bürcləri, sırf öz bürcü əqrəb olanlar oktyabr ayında sırf öz bürcü əqrəb olanlar maddi olaraq çox güclü bir enerjidə olacaqsınız. Bolluq, bərəkət enerjisində olacaqsınız. Kollektiv işləriniz varsa sürətli gelişmələr, iş həyatında sürətli inkişaflar, bolluq və bərəkət, maddi olaraq rifahda hiss eləmə ya da maddi olaraq bəzi diləklərin, arzuların gerçəkləşməyi kimi enerjilər özünü göstərə bilər. Güclü qadın və kişi fiqurları bəlkə gündəmə gələ bilər, iş həyatından fiqurlar gündəmə gələ bilər və uğurlar, şanslar sizdən bir yerdədir. Arzuladığınız, dilədiyiniz bir şeyə də yaxınlaşa bilərsiniz. Yəni olduqca bərəkətli və iş həyatında sürətli inkişafların olacağı bir ay olacaq. Çox böyük ehtimalla. Arzulayıram ki, öyrəndiyiniz məlumatlar ən yüksək yerinizə xidmət edərsə, görüşmə qalın. Əziz oxatanlar və xüsusən yüksələn bürcü oxatan olanlar, gəlin görə oktyabr ayında sizin nələr gözləyir. Əziz oxatan bürcüləri, 5-ci evinizdə olacaq olan dolunay sevgi eşq mövzularını gündəmə gətirəcək. Sevgi enerjiniz yüksələcək, həyatınıza yeni bir sevgi, eşq gələ bilər, sevginə yana şanslar sizdə bir yerdə ola bilər. Və bundan əlavə olaraq da uşaq mövzuları, uşaq istəyirsə uşaq, hobilər, şans, yəni bu tərz mövzularda bol-bol gündəmə gələ bilər. Oktyabr sevginin, eşqin, arzuların ön plana çıxacağı, bacarıqlarınızı daha rahat göstərə biləcəyiniz, uşaq istəyirsə uşaq mövzularının bol-bol gündəmə gələ biləcəyi iddialı və güclü bir aydır. 11-ci evinizə keçəcək olan Venera və 11-ci evinizdə olacaq olan yeni ay diləkləriniz, arzularınız, xəyallarınız yolunda yeni qapılar açıla bilər, qapılar aça bilər və bəlkə diləkləriniz, arzularınıza gedərkən qadın fiqurlarından yana çox güclü dəstəklər ala bilərsiniz. Bundan əlavə bir çox arzunuzun, xəyalınızın gerçəkləşmə yolunda irəlilədiyində demək mümkündür oktyabr ayında. 11-ci evinizdə olacaq olan Venera bəzi dostluqları sevgiyə də çevirə bilər və bundan əlavə sosial çevrənizdə çox əl üstünə tutulmanıza və populyarlaşmanıza səbəb ola bilər və həyatınıza yeni dostluqlar da girə bilər. 4-cü evinizdə olacaq Neptunsa ruhani bacarıqları, xüsusən rəhmətə getmiş nənə babalardan, ulu əcdadlardan gələn şəfa enerjisini ruhunuza doldurur və ruhunuzun oktyabrdan sonraki periodda daha dərindən şəfalanmağına səbəb verə bilər. Birinci evinizə keçəcək olan Merkur isə sizi hərəkətləndirəcək, canlandıracaq, həyat enerjinizi yüksəldəcək, xüsusən oktyabrın sonu və daha çox noyabr aylarında bu olacaq və daha sürətli, daha hərəkətli bir dönəmə keçə bilərsiniz. Əziz oxatan bürcləri, sırf öz bürcü oxatan olanlar sizə də demək istədiyim bəzi sözlərim var. Əziz sırf öz bürcü oxatan olanlar, uzun müddətli mübarizə və zorluq çəkdiyiniz bir şey varsa, bu mövzu bir dəfəlik bitəcək. Oktyabr ayında həyatınızda kəskin bir bitiş yaşana bilər, böyük bir tamamlanma, bitiş və çox köklü bir transformasiya yaşana bilər. Gözlədiyiniz bir pul gələ bilər və ya pul mövzuları ilə bağlı bu transformasiya ola bilər, ya da başqa mövzularla bağlı. Amma oktyabr ayında kəskin bir bitiş və böyük bir dəyişim küləkləri sizlə bir yerdə olacaq. Bəlkə də
yepyeni və günəşli günlər öncəsi belə bir bitiş və transformasiya sizin üçün çox vacib idi. İrəli dönəmlərdə küllərinizdən doğulduğunuzu görəcəksiniz, amma indi bu yenilənmə dönəminin bitiş və başlanğıc enerjisinin keyfini çıxardın. Arzulayıram ki, oktyabr ayı ən yüksək xeyrinizə xidmət edər. Sevgi və işıqla qalın. Videomu bəyəndisə bəyənməyi, komment yazmağı, digər vaxtdan bürcü dostlarınızla bölüşməyi unutmayın. Sevgi işıqla qalın. Əziz oğlaqlar və xüsusən yüksələn bürcü oğlaq olanlar, gəlin görək oktyabr ayında sizi nələr gözləyir. Əziz oğlaq bürcüləri, oktyabr ayında 4-cü evinizdə olacaq olan dolunay, ailə, ev, yuva mövzularını gündəmə gətirəcək. Ailə mövzuları çox daha həyatınızda aktual və gündəmdə olacaq. Ev istəyənlər, yeni bir yerə köçmək istəyənlər ya da ailə yuva mövzularına yönəlmək istəyənlər üçün möhtəşəm bir dönəmdir. Genel olaraq yuva enerjisinin çox yüksəldiyini demək mümkündür. 10-cu evinizdə keçəcək olan Venera və 10-cu evinizdə olacaq olan yeni ay karyera həyatınızda dəyişimlərə və şanslara səbəb ola bilər. Karyera həyatında qadınlardan yana güclü, önəmli, vacib dəstəklər ala bilərsiniz. Karyera həyatında uğurlar qazana bilər, yüksələ bilər və işinizi dəyişdirə bilərsiniz. Cəmiyyət içində çox daha qəşəng görsənəcəksiniz və statusunuz dəstəklənəcək daha çox. Böyük ehtimalla. 3-cü evinizdə olacaq olan Neptunsa yaxın çevrə, qohum-əqrəbə, qonşular, qardaş-bacı kimi insanların oktyabrdan sonraki periodda gündəmə gələ biləcəyiniz, spiritual şeylərlə bağlı yepyeni şeylər öyrənə biləcəyiniz və özünüzü inkişaf elətdirə biləcəyiniz mənasına gəlir. 12-ci evinizdə olacaq olan Merkuri də var. Bu biraz duygusal, biraz həssas zaman-zaman hiss eləməyinizə səbəb ola bilər. Və sırf özbürcü oğlaq olanlar oktyabr ayında qarşılaşdığınız məhdudiyyətlər və qısıtlanmalar bilməlisiniz ki, real deyil. Yəni ki, siz ilahi olaraq qorunursuz və əgər bir işinizdə bir problem, əngəl çıxırsa, bunun səbəbi sizin özünüzün özünüzə yaradacağı blokajlardır. Dost kimi sizə görsənən bir insanın dost olmadığını və olduqca bəlkə də pis niyyətli biri olduğunu, ikiyüzlü olduğunu başa düşə bilərsiniz. Sosial çevrənizdə olan, sizlə bir də əylənən ya da sizlə bir də zaman keçirdən ya da yanınızda olan ya da dost kimi görsənən biri əslində qətiyyən dostunuz deyil və düşünürəm ki, bunu özünüz görəcəksiniz, bunun kim və nə olduğunu. Bunun xaricində ambisiyalı olacaqsınız, tutduğunu qopardan olacaqsınız və olduqca güclü, gözü qara bir enerjidə olacaqsınız, pozitiv mənada. Və bir şənlik, qutlama belə şeylərin içində bəlkə ola bilərsiniz. Arzulayıram ki, oktyabr ayı ən yüksək xeyrinizə xidmət edər. Sevgi və işıqla qalın. Videomu bəyəndisə bəyənməyi, oğlaq bürcü dostlarınızla bölüşməyi də unutmayın və kommentdə yaza bilərsiniz istəsəz. Əziz dolçalar, xüsusən yüksələn bürcü dolça olanlar, gəlin görək oktyabr ayında sizi nələr gözləyir. Əziz dolça bürcüləri, oktyabr ayında 9-cu evinizdə yeni ay və Venera var. Xaricə getmək, gəzmək, səyahətlər eləmək ehtimalınız yüksəkdir. Və ya yeni bir təlim, təhsil almağınız, təhsil mövzularında şansın sizdən yana olmağı və təhsillə bağlı başlanğıclar yaşama ehtimalınız yüksəkdir. Və ya din, mənəviyyat, enerji, spiritual mövzuların gündəmə gəlmə ehtimalı olduqca yüksəkdir. 3-cü evinizdə olacaq olan dolunay yaxın çevrə, qohum-əqrəbə, qonşu, qardaş-bacı kimi insanları gündəmə gətirəcək və bəlkə yüngül gərginliklərə ya da qardaş-bacı, qohum-əqrəbə, qonşu, yaxın çevrədən dəstəklər almağınıza səbəb verə bilər. Özünüzü inkişaf elətdirmək üçün mükəmməl bir aydır oktyabr ayı. Özünüzü ən yaxşı versiyanınızı yarada bilərsiniz. 2-ci evinizə keçəcək olan Neptun enerjinizlə, ruhani bacarıqlarınızla, gücünüzlə, pul mövzusunda diləklərinizi, arzularınızı yarada biləcəyinizi göstərir. Oktyabrdan sonraki periodda pulla əlaqədar arzularınızı, özünüzə verdiyiniz dəyərlə bağlı arzularınızı, xəyallarınızı enerji ilə, dualarla və ya rituallarla sürətlə təzahür edə bilərsiniz. Enerjiniz daha güclü olacaq. 11-ci evinizdə olacaq olan Merkur isə sosial çevrənizdən bol-bol vaxt keçirməyinizi, oktyabrın sonu daha çox noyabrda və əyləncəli zamanların içində olmağınıza səbəb ola bilər. Sırf öz bürcü dolçu olanlar, sizə də demək istədiyim bəzi sözlərim var. Öz bürcü dolçu olanlar, inanılmaz bir eşq enerjisi var. Aşıq ola bilərsiniz. Yeni bir eşqə başlaya bilərsiniz. Evlənəcəyiniz insanla tanış ola bilərsiniz. Qəşəng sevgilər yaşaya bilərsiniz. Bir istəyiniz üçün başqa bir istəyinizdən imtina edə bilərsiniz. Hədəflərinizə, arzularınıza sürətlə gedə bilər və bəlkə də çox önəmli sevgi, eşq mövzuları ilə əlaqədar mövzularda toxumlar əkilə bilər. Evlisinizsə yoldaşınızla sevginizi yeniləyə bilərsiniz. Bəlkə uşaq müjdələri və ya başlanğıcları ola bilər. Yəni ki, oktyabr ayı sizin üçün sevgi, eşq dolu, ortalıq istəyənlər üçün ortalıq işlərlə dolu,
enerjinin yüksək olduğu möhtəşəm bir aydır. Arzulayıram ki, öyrəndiyiniz məlumatlar ən yüksək xeyrinizə xidmət edər. Sevgi və işıqla qalın. Videomu bəyəndinizsə bəyənməyi, digər dolça bürclərindən bölüşməyi və komment yazmağı unutmayın ürəyiniz istəsə. Əziz balıq bürcüləri və xüsusən yüksələn bürcü balıq olanlar, gəlin görək oktyabr ayında sizi nələr gözləyir. Əziz balıq bürcüləri, ikinci evinizdə olacaq olan dolunay pul mövzularını gündəmə gətirəcək. Maddiyyat pulla bağlı karmalarınızda yaxşıdırsa gözlədiyiniz pulların sizə gəlməyi və pul qapılarınızda bir dəyişim küləklərinin əsməyi. Karmamız biraz sərtdirsə pul çıxışlarını yaşama ehtimalınız var, amma pul çıxsa da gəlsə də narahat olmayın, çünki 8-ci evinizdə bir Venera və Ay keçəcək. Bu da deməkdir ki, həyat yoldaşının maddi durumu, ortalıq işdən gələn qazanclar, başqa yerdən gələn pullar, borc, kredit, miras kimi mövzulardan yana şanslı enerjilər sizdən yana olacaq. Lakin sevgi, eşq mövzularında bunu deyə bilmərəm. Sevgi ilə eşqlə bağlı biraz xaotik və gərgin enerjilər var. Cinsəllik, seksual mövzulardasa zirvədə və çox yaxşı enerjilər var. 8-ci evinizdəki bu göy hadisələri və 1-ci evinizdə keçəcək olan Neptun ruhani bacarıqlarınızı zirvəyə qaldıracaq. Edəcəyiniz rituallar, energetik praktikalar, spiritual hər cür çalışma çox güclü, çox yaxşı işləyəcək. Enerjiniz möhtəşəm olacaq. Yəni bu güclü dönəminizin keyfini çıxardın. Sadəcə oktyabrda da yox, oktyabrdan sonraki periodda genel olaraq sizin ruhani enerjiniz çox yaxşıdır. Və son olaraq sırf öz burcu balıq olanlar sizə də demək istədiyim bir şey var ki, bir ara özünüzü duyğusal, depressiv hiss eləyəcəksiniz. Kiməsə nəyisə ehtiyacınızın olduğunu, ya pula, ya sevgiyə, nəyisə ehtiyac duyduğunuzu, depressiv, dramatik ab-havada olacaqsınız. Amma sonra sirkələnib özünüzə gələcəksiniz və şans, bolluq, bərəkət və ilahi gözəl enerjilər sizdən olacaq və həyatdan zövq almağa, həyatın keyfini çıxartmağa başlayacaqsınız. Birinci bərəkətsiz bir enerji olacaq, amma sonra o enerji yox olacaq və yerinə bərəkətli, gözəl, şanslı enerji ehtimal ki, gələcək. Əziz balıq bürcüləri, videomu bəyəndinizsə bəyənməyi, ürəyiniz istəsə komment yazmağı və digər balıq bürcüləri ilə bölüşməyi unutmayın. Arzulayıram ki, öyrəndiyiniz məlumatlar ən yüksək xeyrinizə xidmət edər. Sevgi və işıqla qalın. Əziz bütün bürcülər, öyrəndiyiniz məlumatlar ən yüksək xeyrinizə xidmət edəsin. Oktyabr ayı möhtəşəm olun. Sağ olun, salamat qalın.